Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Sarayda bir dənə şəxsi özü üçün tikilmiş ev satışa çıxarıldı 88 min manata. 104 kvadratlıq evdir. Evin içərisi ancaq 104 kvadratlıq evdir. Bütün ev istif oldu da. Bütün ev istif oldu. Yəni ona görə də yeri, yəni polu betondur. Beton monoliti üstündən istifol eləyiblər. Qəşəng mətbəxdən başlamışam çəkməyə. Mətbəx mebeli, kombi, radiator qalacaq öz yerində. Mətbəx stolu da qalacaq burada. Deməli, evin nəyi var? Qaz, su, işıq sayğacları var. Sənədi paket kupçadır. Evində kupçası var, torpağında. Alır-almaz bu evə düşəcəksiniz qeydiyyata. Paket kupçalı evdir. Nəqd satışa da yararlıdır, ipoteka da yararlıdır. Hələ 80 mindən endirim olunacaq, qiymətdən narahat olmuyor. 88-dən endirim olunacaq. Üzrlü sənə. 88 min manatadır. 88 min manatdan qiymətində endirim olunacaq. Mütləq gəlin bu evə baxın. Mətbəxdən də belə qapı var. Buradan balkona çıxmaq üçün. Görürsünüz, qəşəng balkonu da var. Bax belə dəmir aşıtqaları da qoyulub. Pəncərənin altı podqonikləri də mərmərdir. Bax belə səliqə sahmanlı evdir. Mütləq gəlin bu evə baxın. Ev 104 kvadratdır, 88 min manatdır, paket kupçalı evdir. Bu da evimizin koridorudur, bax. 2 metr koridorun eni var. 2 metr. Bax, əlimi də belə açıram, əlim dəymir. Yerləşdiyi ərazidə oba market var, üzümlü oba. Orada asfaltla gəlirsiniz, orada yola yaxın bir yerdədir. Gələndə yerində inşallah göstərəcəm. Bax belə, bu koridordur. Hamısı mətbəxdə, hamısı keramikadır. Burada da kombinin kollektor sisteminə yığılıb. İndi qonaq otağını göstərirəm sizə. Mətbəxi göstərdim, bu da qonaq otağıdır. Baxın. Neçədir qonaq otağı? Qardaş, neçədir? 6-nın 4-dədir, bax, qonaq otağı. Görürsünüz nə qədər səliqə sahmanlıdır. Böyük kvadratlı qonaq otağıdır. Pərdəni çəkim. Bir dənə pəncərəsinə bir dənə zəhmət olsa baxın. Görürsünüz, bax, yerdəndir. Hamısına da podqonik mərmər qoyulub. Gör nə qəşəng iri pəncərələri var, özü bahalı pəncərələrdəndir. Dəmir aşıtqalarına qədər qoyulub. Bax belə, səliqə sahmanlı evdir. Paket kupçalı evdir. Nəqd satışa da yararlıdır, ipoteka da yararlıdır. İndi yataq otağına baxın. Bax, bu bir yataq otağıdır. Bu neçədir? 3.30-un 5.20-də bu yataq otağıdır. Bir yataq otağı buradadır. Bu yataq dəsti evin içərisində qalacaq. Bax, burada nə görürsünüz, hamısı evin içərisində qalacaq. Yataq dəsti də, yəni demək istəyirəm. Bir yataq otağı da buradadır. Bax, bir otaq da buradadır, görürsünüz. 3.30-un 4-də də budur. Bax, bunun yeri bütün beton olduğuna görə yer tərpənmir. Bu da sanitar qovşağıdır. Geniş, böyük sanitar qovşağıdır. Bu da böyükdür, kvadratı böyük sanitar qovşağı. Bütün aksesuarlarına qədər qurulub hazırdır. Hörmətli izləyicilər, bu da həmən evimizin həyətidir. Deməli, 5 daş kürsülü evdir. Bax, 5 daş kürsülü. Sadəcə bunu betonla ümumi qaldırıblar. Evin qabağını belə qaldırıblar. Evin də 4 bir tərəfindən fırlanmaq mümkündür. Bax, bura qədər hamısı betondur. Bax, buradan evin sokolunu görürsünüz. Yəni, buradan birdən baxarsınız, elə bilərsiniz, ev yerdən deyil. Buranı betondan qaldırıblar. Düzdür, qardaş? Evin 4 bir yana fırlanmaq olur. Ora hamam tualet yeridir, düzdür? Və sabah belə, hamam tualet. Paket kupçalı evdir, 88 min manatadır. Qiymətində mütləq endirim olunacaq. Çalışın, mütləq gəlin bu evə baxın. Oba marketdən girirsiniz içəri, asfalt yol gəlir içəri. Bax, elə həmən yola yaxın bir məsafədədir. Başqa? Kamera sistemi çəkilib, yəni damafon çəkilib, kamera sistemi çəkilib. Ev yiyəsi nə deyir, mən onları sizə çatdırıram. Qalanlarına inşallah gəlin burada evdə baxın. Qalanını ev yiyəsi özü burada izah edəcək sizə. Sağ olun.